Azərbaycan titləri 2, İsfahan Sarı Tufanı 1. Ligin 4-cü həftəsini biz qazandıq. Zəfər bizinəndir. Salam, hər vaxtınız xeyir olsun. Traktorçular kanalına xoş gəlmisiniz. Bizi subscribe edin, bizi himayət edin. Ligin 4-cü həftəsini başladıq. Bir çətin oyunudur. İsfahanda, Nəxçəvan vərzişgahında bir vərzişgahı ki, bizə xoş olmadı. Supercamı biz bu il almışdıq oradan və eləyə bilmişdik ki, ligdən qabaq bir kap alaq bu vərzişgahdan. Xoş xatirələrimiz vardı. Bəli, biləxərə İsfahan öz meydanında oynurdu və tamaşaçıların himayəti dalındaydı. Eləyə bildik. Sonunda axır dəqiqələr 2-ci qolu, 2 dənə qol vuraq, hər ikisi də nimələrin sonunda oldu. Hüseynzadə, Əmr Hüseyn bizim ulduzumuz oldu bu oyun. Getdi qolzəni xəttinə və eləyə bildi ki, bu oyundan da başuca çıxasın bizi. Şəhrivərin 30-u 1404-cü il Davər müsabiqə Əmir Ərəb Bəraqi ki, çox xoş xatirəmiz yoxdur biləsindən. Mən özüm qorxurdum ki, bu Davər bizim əleyhimizə fışqa çalsın. Bəli, xoşbəxtanə var gələndən çox Davərlərin əli açıq dəyir və hətta o penaltı ki, bizə tutdular, qabaqda söhbət eləyəcək ona görə varda getdi, təyin oldu və əlbəttə Davər tutmuşdu, var da təyin elədi. Yəni eləyə bilmədilər ki, ona bir şəkki şübhə yaratsınlar. Əvvəlki tərkib əldə edəcəm xidmətçisə ki, mürəbbimiz Dragan İskoçiç 11 nəfər ki salmışdı o içəriyə bunlardı. Qoleri ki, bilirdik və həds vururdıq Beyranvəndi məhrumiyyətindən sonra gedibdi meydana. Hala Johansson qolerimiz var. Gətirmişik, onu nimkətdə oturdubdu və Əliza Beyranvənd birinci qoleri timin əvvəl qolerini qoymuşdu. Difamı ki, sabitdi neçə həftələrdir və Şababın oyunda da bu oyuncular oynurdu. Sağ qolumuz Daniyal İsmail Fər, vəsətdə Sedrarla Şuca və sol tərəfdə Məmməd Nadiri. 4 dənə bizim difacı sabitdilər, həmişə bahəm oynurlar və bu bahis olub ki, həmahəng olsunlar və get-bəcər məxsusən Sedların bu fəsil gəlib izafələşməyə və bu oyuncuların oynamaqları bahis olub ki, həmahəng olsunlar. Qabaqda bir dənə dəyişiklik var idi. Əlbəttə Şababın dəqiqən oyununa tay idi. Bəli, neçənci oyunlara Turabi məhsum olmamışdı. O oynardı və onun yerinə bu oyun Dumago Drojdek oynurdu. Onun yanında Şiri və yəni vəsətdə Postonski, Igor Postonski oynurdu. Onun yanında da Şiri oynurdu və sağ tərəfdə də Mehdi Haşim Nejad ki, bir dənə bizim sabit oyuncularımızdandır, yaxşı oynur bu günlər. Yap Amadə zamanladır və Tim Milliyə də çağırılıbdır. Qabaqda İştirkalı ilə Əmr Hüseynzadə Kərzələdi bugün ulduzumuzudur, behtərin oyuncumuzudur. Fikrim oyunun da behtərin oyuncusu çıxdı və 11 nəfərimizi təşkil edir. Hala bu tərkibdə bir dənə xülasə çox səri ərz eləyəcəm xidmətçi. O ki, traktorçuların zehnində həmişə sualdır və həmişə Dragan İskoçiçdən sual eləyirlər. Budur ki, niyə bizim vaxtı Ödül kimin, o Üzbəkistanın halfback difai kimin təxəssüsü bizim difai halfbackimiz var. Onun yerinə Şiri oynatsın ki, o bir dənə mənim özümə də sualdır. Mehdi Şiri ki, postu təxəssüsü halfback difai dəyəri vəli dəvəndədir, səri oyuncudur. Mən o cür ki, əsas edirəm Dragan İskoçiç həmişə bu fikrindən gəlir ki, biz istirik vəsəti meydanında bir dənə səri oyuncumuz olsun ki, puşiş versin. Igor'un bəzən boş yer olduğuna və fikirəm bu oyunda qoymuşdu ki, Alvez'in qabağında oynasın Şiri. Hər halda bir dənə həmişə bizə məxsusən bu iki oyuncu Əşrəbabın da oyununda və bu oyunda Mehdi Şirini fiks oynadır. Bizə böyük əlamət sual olubdur. Hər halda mürəbbin eləyə bilmərik ki, məxsusən mürəbbi ki, oyunu utubdur. Çox irad tutaq biləsinə.
Və xülasə ərz edeyim, hərfin də tərkibini ki, bizim çox 3 dənə qabaqçı oyunçularımızdan olan tərkibində deyir ki, məşhurlar Məhəmməd Cəxbari ki, bizim qədim qolerimizdir. Qulan qoleyləri ki, Hüseyni məslum olandan gəlib fiks durur. Vəhdər Hənnafov Firuzin qabaqçı oyunçusudur, Tacistanlı. Vəsətdə Məhəmməd Əmin Həzbabi oynurdu və sol tərəfində Məhəmməd Danışgər ki, istiqlala getdi, cadı getmədi, hala bir haşiyələr də oldu. Fəslin axırında, keçən fəslin axırında Arya Rusifi sağ tərəfdə oynurdu ki, demək olur ki, o tərəfdən Heyfşar gətirdi Nadiriyə. Nadiri gözəl bir oynadı və Arya Rusifi ki, Tim Milliyə də çağırılıbdı. Cavan bir daha pədidə oyunçudur, onun qabağında gözəl dayana bildi. Vəsətdə Rikoldo Alvezi ki, birinci oyun idi. İspahan oyunu, taza karta oyunu sadır olubdu və pərvəndəsi açıqdır FIFA-da. İnşallah ki, zəfər bizim olar. O pərvəndədə də hələ məlum nə olacaqdır. Və federasiyon elan edib ki, İspahan öz məsuliyyəti ilə bu kartı oyununa alıbdı. Əgər sonra hökmü gəlsə əleyhinə, hər oyuncu Alvezi oynayıb eləyə bilər. 3 heçə ola məhrum ola İspahan və çoxlu əvaqib olacaqdır. Günlər ayında gününə gələcək, bunu bizə aydınladacaqdır. Vəsətdə kapitanları ki, bizim də qədim oyunçularımızdan, bizdə də sabiqəsi var, oynayıbdı. Bir zaman Sərbaz Cəb oynamış, sonra da gəldi elə Zonuzin zamanında oynadı ki, sonra getdi Yunana, Ehsan Hac səhvi oynurdu bilələrinə ki, gəlib burada da oyunun qutula. Bazı xəstəlik zamanı sinni çox yuxarıdır. Arif Hacı Eydilər var idi onun yanında və Arya Şəfidus ki, bir daha cavan oyuncu idi. Sol tərəfdə oynuyordu bilələrinə və Kiryoli bir dənə xarici oyuncu bu fəsl alıblar, qabaqda oynuyordu. Şümarı 22-lər və Məhəmməd Mehdi Lütfi də yine onun bir daha cavan oyuncudur, qabaqda oynadı və bizə qol vurdu. Məhəmməd Mehdi Lütfi qabaqda söhbət edəcəm ona görə. Əvvəli tərkibləri elədim. Biz 4-4-2 oynuyorduk və onlar 3-5-2 və oyunu biz nimi əvvəl çox yaxşı başladıq və eyni Əşşəbab oyununa tay eləyə bildik ki, fişara qoyaq hərfi və bu bir dənə bahis oldu ki, biz əlbəttə düzünlük məna axırında və çox mövqeyyətdə yarandı oyununda içində. Ərz bir xidmət ki, bu oyunda bir daha dinlər arasında hala qəblən ki, bu oyunun cüziyyatı oyuna gedək və səhnələri bərrəs eləyək. Ben quzarışlara görə bir daha dinlər arasında söz ərz edeyim. Həm bu oyun, həm də elə keçən oyun. Ki bir dənə də short video ilə qoyacaqıq buna görə. Hala burada yeri düşdü ərz edeyim xidmətsə. Bu ki bizim əvvələn oyunlar zorla gətirirlər, şəbəkə 3-dən pəxş edirlər. Oyun vəsətində küşlü gətirirlər, pəxş edirlər. Qol yetişdirir, kalvırdı, baxsaz elə hər yerdə də paylanıb fəzai məcazda. Vəsətdə 2 pəncərə elirlər, küşlü qatırlar topa. Əslən pəxş eləməyin. Elə verin bugünkünə tay şəbəkə vərzişə. Bir halda ki, bu gün eləyə bilərdi, şəbəkə 3-dən pəxş eləyir. 2 dənə böyük şəhristanlı tim, 2 dənə bağlan, bu müddəi də İspahan insafən bu il müddəi olacaq, baxmayın feylən hələ nəticə almaq üçün. Bəzi, məsələn, İspahan təqribən bir tim eşikdən məsumu var. Mənim Hüseyni nəzərdə alaq, Qoleris Hüseyniləri var, ərz olsun Limonçu vardı, Kərimi əvvəli bu fəsil məsum oldu. Bir dənə Cemdi falanından məsum vardı, Hadi Məhəmmədidir. Ondan sonra 2-6 daha bu fikirləşsə oyuncu zeytimizə gələcək ki, məsumdur bilələni. Ki, bunlar əgər qeydib gəlsələr, İspahanında gələcək kursa. Ona xatir ərz edirəm ki, biz ki, keçən qəhrəmanıyıq və İspahan oyunun şəbəkə 3-dən yenə də səlah bilmədilər pəxş eləyəli. Yenə 60-da şəbəkə vərzişlə şəbəkə ustanlığı. Elə keçən oyunda ki, o ittifaq düşəydi və bizim o oyunun şirinlığın, cəzaviyyətini aradan aparmayırlar. 2 daha pəncərə eləyiblər. Bir tərəfdə küşlü var, 3-dən atdırlar topa. Kamilən elə bir səlbi məsuliyyət halətində. Necə ki, Büyünləmə, İstiqlalın da oyunu həmzaman bizdən qabaq oynadı. O PK-la 2-2 oldu zorla. Davərin köməkliyi ilə işimiz yox. Orada gətirmişlər, əşadə zirnevi siləmişlər ki, gedin küşlülərə və şəbəkə vərzişdən baxın. Eləyə bilərdi bizim oyunda da eləyirlər. Bəli. Çünki əhəmiyyət vermirlər, çünki səlbi məsuliyyət eləyirlər, çünki zorla pəxş eləyirlər. O ittifaq düşür və mütəəssifanə intiqadımız var və səsimiz bir yerə çatmır. Mütəəssifanə təbrizlər burada kamilən gözə gəlir. Gedək oyunumuzu təhlil eləyək. Ərz elədim ki, biz əvvəl
Nimə yaxşı oynadıq top və əvvəlki hərəkətçi dəqiqə 8, yəni 9-cu dəqiqə Drojdek kişi sol tərəfdən oynurdu təqribən Mehdi Turabin yerinə, top içəriyə tərəf və gözəl bir şut ki, o cür səhnədə görürsünüz. Ərz bi xidmət ki, vurdu qola tərəf eşik, Məvətənin eşiyindən və əxbarı quşədən, təqribən qolun quşəsindən topu çəkdi eşiyə. Bir dənə gözəl mövqeyiyyət və gözəl səhnə yarandı. Dəqiqə 10, yəni 2 dəqiqə o səhnədən sonra bir dənə iştibahi ki, baxsaz difalar üçün təhdid fişar qərar tapır İsfahanın. Burada Haşim Necat, Əmir Hüseyn iştirkal pası olan difalarını və olan difa iştibah bir dənə dağlı pasla az qala təkbətək elə iştirkalın əxbarı, ki əxbarı biliyoruz təkbətək gir qol erdi, bizim qol yerimiz olub, xəbərimiz var, itılamız var. Görmüş oyunları qəşəng çıxdı və topu yığışdırdı. İndi keçirik o birisi səhnəyə ki, İsfahan eləyə bildi. Bizim sol tərəfimizdən nadiri olan yerdən bir dənə həmlə başlatdırsın. Sant olundu. İgor qəşəng topu yığışdırdı və Haşim Necat o məntəqədə kamilən demək olar ki, Əliyan Tidən kimi stresli bir dənə top dəf elədi ki, o dəf bais oldu ki, əslən kulli sağlar difayımız qarışsın. Topu atdılar düz Məvətənin qabağına və xoşbəxtانə çox böyük şans çatdı ki, Alves diqqəti az oldu. Eləyə bilərdi burada biləmizə bir dənə acı qol bura və çox belə narahat olacaqdı əgər qol geçsəydi, top geçsəydi qolumuza. Çox mövqeyiyyət xətərnak, millimetr qolumuzun dibindən keçdi. İndi gedək o birisi mövqeyiyyət ki, təqribən nimənin axırlarına gedirik. Dəqiqə 38, 39. Daniel bir dənə gözəl hərəkət getdi, onunla başlamışdı. Əmir Hüseynlə topu gətdi Məvətələrinə yaxın ki, olanın difaların kamilən aşufdədir. Baxsaz, təqribən 2 dənə müdafiə və 3 dənə kullə müdafiə o ləhsə ki, Daniel istedi Santeliyə, halası o birisi müdafiə ilə izafələşdi və mütəəssifانə burada Əmir Hüseynzadə əslən diqqət eləmədi, çox ayrı bir yaxşı gol zinələr də eləyə bilərdi gələ və çox yaxşı istifadə elərdik. Birinci gol elə bu səhnədə biz səmərə yetiririk. Bir dənə dəqiqə 41-də təqribən həmlə ki, İsfahan əncam verir, topu salır bizim Məvətənin üstünə və Kirolin bir dənə pası ki, çox mübtədiyanə bir hərəkətlə təhlil verirlər Beyranvəndə. Və amma qolumuz və o səhnə 2000-lər penaltı olur. Dəqiqə 46-dır, vaxt izafə nimə əvvəldir. Drojdek bir dənə sant eləyir, yaxşı bir santla. Az qalır ki, Əmir Hüseyn ələ gətdi, biraz çox uzun olsaydı, qol da vura. Bəli, dəf elədi əxbarı topu və top gəldi təqribən Məvətənin eşik tərəflərinə, Məvətənin içində qabağına. Və Haşim Necat çox vəhşi və çox zirəhlilə topu istəyirdi diripliyə Cihat səhvini. Cihat səhvi qıçını ilişdirdi kamil və vazih bir dənə penaltı idi. İnşallah vara getdi, mən bilmirəm niyə. Çox vazih bir dənə penaltı idi. Görüm neçə dəqiqədə vaxt tələf oldu. 3 dəqiqə zat Davər otağından danışırdı, otağı varla və xoşbəxtانə Əmir Hüseynzadə o cür təsvirdə görürsünüz. Gözəl bir dənə zərbə ilə, penaltı ilə əxbarın bir qolun açdı və eləyə bildi bizi bir neçə qabağa salıb. Çox yaxşı dəqiqədə biz qolu vurduq ki, bais oldu ki, çox böyük əngizə ilə, ruhiyyə ilə biz gedək rəxkənə dəqiqə axır və ulanın diş möhlətdə olmayan cübran eləyələr. Top. İndi gedək ikinci nimyə. İkinci nimyə o ki, intizarımız vardı. İsfahan həmlə ilə başladı, fişar gətdi biləmizə və dəqiqə 59-dur ki, baxsaz gəliblə qabağa və bir dənə xətərnak həmləylə, santla ki, bizim sol tərəfdən Hənnanov salır və Beyranvənd yaxşı bir dəf edir və burada gözəl baxsaz müsəllət Daniel topu qəşəng çıxardır Məvətədən. Dəqiqə 60-dır və qolun səhnəsi ki, biz burada qol yedik mütəəssifانə, burada biraz məqs eləyəcək. Sırf kamil bu qəziyyəni biz analiz edirik ki, burada biz həmişə zəifimiz var.
Baxsaz burada olan oyuncuları Danial'la təqribən mən-to-məndir ki, Danial çalışır gedə topun ala, da çərxиш ilə dönür və Dalası kamilən bu səhnədə burada kimi biz friz eləmişik. Baxsaz Danial'ın Dalası da böyük utubandır. Ki burada varis olur ki, topu rahat gol verirlər Fəziyə və o Fəziyadan Hadisəfi ki, sol ayaqdır və sol tərəfdə oynur. Fəza tapır. Varis olur kamilən təmərküzlə, aramışla, yəni üçün heç oyuncu yaxın nə biləsin, fişara qoyanmır biləsin. Rahat fikirləşib və intiqab edir ki, hara pas versin. Bəs burada Danial'ın olmamağı postunda varis olur ki, böyük bir daha şikaf yaransın bizim xətti. Difanın sağ tərəfində. Haşim Necat çalışır, onu yeni doldurur və Haşim Necat zaten bir daha müdafiə edər. Eləyən bir çox fişar gəlsin və bir vaxt yetişirəsin. Bu ləhsə yenə friz eləmişik. Ehsan Hadisəfi kamilən açıq baxışı ilə, zaviyə dediyi münasibi ilə baxır və topu Vətənin təqribən bizim sağımız, özlərinin sol tərəflərindən bir dənə müstəqim verir o məntiqi xətərnak ki, Məhvəti cəriməmizə. Baxsaz burada niyə heç oyuncu yoxdur? Baxın, burada idamə veririk səhnəni. Baxın, Seydlar da çünki zərbi top çox deyilən bir dəf eləyə, qət eləyə və top uzaqlada Danial taza yetişir Məhvəti cəriməyə, heç əsər qoyanmır. Postonski durub baxır və iki daha difamız ki var. O tərəfdə Nadiri və Şuca uzaqdılar və heç iş görənmirlər. İki daha da onda əlbəttə ulanan vardılar. Yəni təqiqət onları kəsiblər və demək olar islahan mən-to-məndir olanın. Və topu ki Məhəmməd Mehdi lütf ərz elədim bizə qol vurdu. Gəlir və bu ləhsə ki yetişir top biləsinə cinə də heç oyuncu yaxın nə biləsinə və heç oyuncu dəf eləyənmir topu və varis olur oyuncu da yenə təsəllütlə belə bir təkbətək haləti vardı. Fəqət bir iki daha vəsətdə oyuncu vardı ki, zaviyəsini bağlamışdı. Gəlir və topa bir zərbə ilə ki, yaxçı zərbə də vurur və Beyranməndin əlindən, həqiqətən Beyranməndin günahı yoxdur bu topda. Gol yeyir və əlindən bir iş gəlmir. Yenə də səhnəyə asitə çox rahat edə bilirlər ki, bizim bu şikaf ki yaranır elədim. Kamil tozih verdim bizim difa xətti difamızda istifadə eləsinlər bizə qol vursunlar. Buradan belə yenə də fikir idamə tapır İsfahanda. Mütəəssifانə və əlbəttə ki Skoçic çalışır bir iki daha təviz ilə burada oyunu biraz biz əlimizə gətirək. Dəqiqə 68-də, yəni 8 dəqiqə qoldan sonra Xamirbekov Üzbək deyərzilədim xətti hafbeşdə bir daha təxəssüs hafbeş difayədə bizəmizə gətirir xoşbəxtlərini içəriyə Mehdi Şirin yerinə və Tibor Həliloviç ki bir dənə hafbeşi bazı sazdır, dəvəndə bir daha və texniki bir daha hafbeşdə gətirir İştirkalın yerinə, yəni bir daha mühacim azaldır. Skoçic və Sadıq Mühərrəmi ki çox az oynayıbdı feylən biləmizə. Gətirir Duma Güdrəjdəki. Sadığı niyə gətirir? Gətirir sağ tərəfdə. Çünki mütəxəssis bir dənə hafbeçi difai sağdır, rastıdır. Gətirir o Danial'ın yerinə əsas edir kamilən ki Danial orada geri gəlir və dalısı boşdur. Məncə yaxşı təvizidir. Danial'ın yerinə Sadıq Mühərrəmi gətirir və Danial'ı bir xətt gətirir qabağa və hafbeçi sağ hafbeçi oynadır və gözəl bir dənə təvizidir ki bahis olur, biz fişar çoxdur gətirək və zidd həmlələrdə xətərnak zahir olaq və dəqiqə əlbəttə bu təvizi Sadıq Mühərrəmi və ki gətirir Drojdəkin yerinə 75-ci dəqiqədir, 8 dəqiqə o iki dənə təvizimizdən sonradır ki ərz bir xidmət əncam tapılır. Dəqiqə 73-də gələ burada Sadıq Mühərrəmi gəlməyib əlbəttə. Bir dənə Kornelci Alves salır, yaxçı salır və bunların oyuncuları fikrim difaları ki, qalxdı kəlləyə vurdu və bizim burada avrajı qəddimizin az olmağı da bahis oldu ki, gözə gəlsin ki, heç kəs qalxıb kəlləyə vuramadı olan demək olar ki,
oyuncuları qalxdı və rahat kəlləyə vurdu. Burada da bir daha zəifimiz var ki, üstündə işləyək. Dəqiqə 86. Baxın, çox həssas bir mövqeyyətdir. Kamilən əl-ayaqlarını itiriblər, oyuncular xəstədirlər. Burada mütəəssifanə Xamirbekov bir dənə iştibah edir. Beyramvənd verir topu biləsinə və bir dənə halfback divardan bu cür iştibahlar bəiddir, cəhv eləməyərlər və topu təqdim edirlər hərifin oyuncusuna ki, mütəəssifanə onlara və xoşbəxtanə bizə ki, oyuncuları yaxşı diqqət eləmir, bu saat gəncə tapılır. Yetişmir Alvezə və Alvez də narahatdır ki, qolu vuramayıbdır və oyuncuları vurur topu göyə. Dəqiqə 89-da bir daha gözəl topçuluq olur. Bizim sol tərəfdən gözəl bir daha pasdır Əmir Hüseynə və Əmir Hüseyn eləyə bilərdi. Bundan yaxşı istifadə edib, düzdür, sant edir və elə bir sant ki, Ruxdanın Daniel eləməyəcək, ona yaxşı zərbə vurur, baş vurur, kəllə vurur və top qolun üstündə gedir. Bundan bu tərəfə biz ki, həmlə edirik. Yəni, axır dəqiqələri Kamildə tərpənməmiz və təvizlərimiz də o yüzdəndir və dəqiqə 94 axır dəqiqələrdir ki, dəqiqən bu səhnənin tayında qolumuzda olacaqdır. Kamil fikir verin ki, yenə məvətələrin eşiyində Tibordur ki, verir Xamirbekova və Xamirbekov burada üçün hərfin halfbacklər yaxında biləsinə fəzası yoxdur şütdə mavi Əmir Hüseynə və Əmir Hüseyn bir daha zəif şütünə topu təqdim edir əxbariyə. Və burada ki, nöqteyi ətfi oyunumuzdur fikirəm və 2-ci qolu vururuq. Burada mən cəyiriyəcəm, biraz çox təmərküz eləyək, biraz çox danışaq biləsinə. Sol tərəfdən bir dənə həmlə, onlar topu təklinən Tibordan alırlar bu səhnədə və top xoşbəxtanə ki, Nadiriyə, onların əlinə yetişmir ki, dəf edir. Nadiri tələsmir, topu və Əmir Hüseynə, Əmir Hüseyn qeytər Postonskiyə ki, əvvəldə sən top onunla paylanmışdı, əvvəl səhnədə baxsaydınız. Və Postonski yenə tək zərb topu bu səhnədə baxsaz yetirir Əmir Hüseyn Tiborun Tiborun özünə Tibor bir dənə pasla eşiyə. Burada baxsaz bərəqsi bayaqki mövqeyyət Xamirbekov özünü biraz da çəkib dalıya. Kamilən bir daha yenə olan buradakı friz eləmişəm. Baxsaz məvətənin qabağında bir daha böyük dairə çəxsəx bir məsələn bir şuayşat 10 metr, 15 metr qəşəng bir dənə fəza yaranıbdır şut vurmağa. Ki, xoşbəxtanə Xamirbekov bu səhnədə zirəhlik eləyir, heyfeycəri eləyir və topu şütdürür. Heç pas da versəydi, əslən bizə mövqeyyət yaranmayacaq, şahid offside olaydı. Behtərin işi görə bilərdi, şütüdür, baxsaz burada. 2 qədəmdə baxsaz bu səhnədə bu ləhsə 2 qədəm qoydu alıyır. Və xatır bu ki, şütə özünü amadə edir. Çox gözəl bir dənə şüt sarçıvanın içinə və əxbaranın dəfi naqisi və o rebound toplar ki, eləyə bilər, həmişə istifadə edirik və çox böyük biləmiz həmişə puandır. Orada Əmir Hüseyn zirəhlik edir, mövqeyyət şinası deyərlər buna edir və topu gətirir rahat bir daha kəllərlə və onların qafilciliklərindən ki, difa düzdür, yaxında var idi, bəli. Açəfi əlin qoyulub, offside gedir. Yəni, Açəfi burada davər nəqşini oynur. Əvəzin ki, gələ mütəəssifanə bizim oyuncuların zehniyyətindən gələtdiyində ki, əvəzin ki, gələ oyuncuyu kəsə qoymaya kəllə vura, gəlib orada pərçəm qalxır. Bəli, pərçəm edib ki, offsidedir, bəli, offside dəyərdir, mütməyindən offside dəyərdir, çox dallıqdır və biz qolu burada gözəlliklə səmərə yetirdik. Elə bir dəqiqə ki, heç Cubran dolanın tərəfindən ola bilməz. Dəqiqə 96-da və bu oyunu xoşbəxtanə biz İsfahandan əldə olub getdik və 3 imtiyazla getdik sədrə, ərz edəcəm indi qabaqda cədvəli. Və ulanın elə bu ləhzədən o tərəfə bir dənə videoyu ki, hala bu videoda kəsilmişdi və sonra mən gördüm. Güzarişçilər ki, kamilən 90 dəqiqə bizim moxumuzun üstündə idi. Əzib qərib bir sözləri ilə, əksərən tərəfdaranı, yeksanı güzarişi ilə. Burada da iddia eləyir ki, kəmkarı eləyir oyuncuları. Spahana bir daha böyük həngi vurur və çox cəlib idi mənə. Deyir ki, oyuncular kəmkarlıq elədilər və çox narahat nəzərə gəlir və az qalır ağlıya.
Ərz bir xidmət ki, bir dənə də təhəvvüzümüz vardı. Bunu da burada yadımdan çıxmışdı. Ərz edeyim ki, 3-cü dəqiqədir ki, 3-4 dəqiqə qoldan sonranı səbt eləyiblər ki, Zahirə Kazımeyni gəlib Mehdi Haşim Necadı şeirin vaxt tələf eləməkdən ötürü çoxları bu təhəvvüz taktik ki, təhəvvüz olur. Gedək amar oyunu murur eləyək tezli 52% malikiyyət kulli oyunda İsfahan əlində idi, 48% təqribən yaxın idi. Mənim fikrim əvvəlliyimə bizim əlimizdə idi və ikinciliyimə çox İsfahan əlində. Kütlərin məcmui 15 dənə olar, 13 dənə biz. 3 dənəsi çarçuvada idi olan ki, 6 dənə bizimki bizə diqqət kütləmiz çox olmuş. Şu ki, xaricə çarçub olan ki, 10 dənə imiş bizimki 5 dənə. Bu Lukuşoda olan ki, 2 dənə bizimki də 2 dənə burada bərabərik. Və mahar top 4 dənə olar, mahar eləyiblər 2 dənə biz. Bir dənə sarı almışıq biz ki, Drojdekin bir dənə çox bir ehtiyat eləyir Drojdek. Postu dəyər oraya hər nə mənə. Bu gün də eləyə bilərdi biraz bir rəhmanə və biraz istəsəydi çox mətəxəşxaşa qoya, qırmızı verə oyunçumuza və mənim nəzərim orada yenə eyni Əşşababı oyun kimi oyunumuz düyün düşəcəkdi. Çox bir mahaba getdi, hərəfin Hənnanafın vurdu və sarı kart aldı ki, həmin bir dənə sarı kart o Drojdekinkidir ki, Dışqotisdə bunu düşünərək ikinci yemə Drojdeki çəxdə eşiyə. Korneldə hərəmiz bir dənə vurmuşuq, həm biz, həm Sipahan. Ərz bir xidmət. Gedək müsahibəni oxuyaq ki, Skotis deyib ki, mən əslən oyundan sonra çox xoşhalıdır ki, bizdə Skotisdə xoşhalıdıq. Deyib ki, mən heç vaxt difanı söymərəm və çox boldu şeylər ki, deyibdir, ərz edəcəm, qalan gibi oxuya bilərsiniz. Deyib ki, mən heç vaxt difa oynamıram, hətta Məhərrəmi mən bəyə ərz elədimdə gətdim ki, ikinci qolu vuraq biz. Bizim oyuncularımız üçün bir daha böyük və ağır oyun oynamışdılar Ligi Qəhrəmanı Asiyada və 10 nəfərə oradan xəstə idilər və o Diskosis də mənə işarə edib ki, əvvəl həftələrin fişarı yavaş-yavaş üstümüzdən götürülür və bu ikinci nimədə biraz kontrollü oyun bizim əlimizdə dəyərdir. Bundan razı dəyərəm və gərək əlləşək ki, daha o təkrar olmasın və yenə dərc edirəm deyib ki, mən istəmirdim difa oynayam və o dəvizlər də ki, elədim top saxlamaq və qol vurmaqdan ötürürdü və axırda da deyib ki, mən nəvətçiyə söyərəm və çox şəxsiyyətli bir dana mürəbbidir və söyündüm, gördüm biləsin. Yenə dərc elədim, çox həmişə herfiyə müsahibələr eləyir Skotis və çox söyərəm mən onun müsahibələri və gedək cədvəli görək ki, bizə indi yavaş-yavaş şirinləşir cədvəl. Çünki niyə? Çünki qeydirik əsli cayqahımıza keçəl ki, biz müdafiə ünvanı qəhrəmanlığıq biz və timimiz qeydib sədrə 2 dənə utmanla, bir dənə müsahibi və bir dənə ərz elədim o keçənki videoda da ki, çox mən fikirləşəndə narahat olurum. İstiqlali ki, deyirəm, Peykana günə ancaq bir dənə penaltı ilə zorla müsahibi elədi və getdi 7 dənə orada yedi. Bizə gəldi Təbrizdə nə cür utdu biləmizi çox mən narahat konəndə idi. Kaş o oyunu da biz eləyə biləydik. Hətta müsahibə alsaydıq da indi 8 imtiyazdan təkcə biz sədrdəydik. İndi müştərəkən Qolqohər Xeybərlə sədrdəyik ki, 7 imtiyazlı üçümüzünkü də fəqət bizim təfazülümüz belə otfeyə qollar ki, alüminiumun oyunda vurdıq. 3'dü və ona xatir biz sədrdəyik. Ondan sonra da Peykanın ki, buraxdı oynadı bir günləmə. Birinci xiracı vermişdi Sılan qabağında 6 imtiyaz, Sadırmova da 6 imtiyaz, Piruzu 6 imtiyaz, Fəzr 5 imtiyaz, 3 imtiyaz kəsr eləyəndən sonra 5'di. Fəzr çox yaxşı oynayır bu fəsl və bizim gələcəkdə Pərşənbə günü 3 Mehdə oyunumuz var biləsiniz Təbrizdə. Çətin oyun olacaq. Birinci şahid kağız üstə baxaq deyək, Fəzr bir daha tim dəstə əvvəldən gəlib və rahat tutacaq. Məncə o cür deyil, görəcəksiniz. Fəzr çox yaxşı oynayır. Piruz Qurbanı bir daha cavan və əncizəli, yaxşı təfəkkürlü mürəbbisi var. Və bizə daha mənim nəzərimə çətin oyun olacaqdı Pərşənbə günü. 5 imtiyazdan ki, deyirəm 3 imtiyaz 2 kəsr eləyib əvvəldə onu qeytərsə və Fəzrə indi 8 imtiyazdan Fəzr sədrli olardı. Bizdən də qabaq olardı, bəli.
Fəcr və İstiqlal, Xuzistan və Şəmsi Azərdən 3 imtiyaz əvvəldə kəsr ediblər. İstiqlal 5 imtiyaz, Mələvan 5, Zolbahan 4, Fulad 4 və Alüminium Ərak 3, İstiqlal Xuzistan ərz elədiyim kimi o 3 imtiyaz kəsrilindən sonra 2, Sipahan istədiyim yetişən bura 2 imtiyaz. Məncə Sipahan burada qalmayacaqdır. Hətmən Məsudla, Qeytmanla, Məhərrəməyə qalsa timdə. Nəvət ki, timi biraz çəki düzən verəcək və fikirimi qeydəcəklər yuxarılara 4 tim, 5 timin içində hətmən Sipahan görəcək. Bu cədvəl hətmən dəyişiləcəkdir. Və hala o Tehran timinə belə o federasiyona da verə bilirik da bu qəziyyələr çəkəcək üstəbilələrin penaltılarla, nə bilim, xətt ofsayd görməməklərlə filan hamımız bilirik. Və Sipahan da hətta Fuladın özü də fikirəm bu fəsl bizə rəqib olacaqdır. Ərz olsun xidmətçiyə ki, beləliklə yetirik videonun sonuna. Yenə də mən hər videonun ki, ərz eləyəm xidmətçi ardında və onların idaməsində sizdən xahişim budur ki, bizim kanalı mərif edin. Burada bir dəqiqə vaxt çalacağım ki, kommentlərdə bəzi dostlar gəlirlər. İntiqad olurlar, gözümüzdə yeriz var, hamımızın intiqadda yerlidir və mən əvvəl himayət intiqadarım var dostlardan. Gəlin, subscribe edin, təbliğat edin, dostlarınızı mərif edin. Bizi himayət edin. Ondan sonra da nə qədər intiqadınız olsa gözümüzdə yeriz var, həqqsizsiz və bizim imkanatın azlığı biləxərə hala çalışırıq ki, videolarımızı time'ında yetirək, bəzən görürsünüz tələsirik, bəzən yorğun oluruq, hamısını bizə bəşləyin, bizi subscribe edin, bizi yoldaşlarınıza, başqa traktorçulara tanıtın. Bizim gücümüz çox-çox bundan yuxarıdır, milyonu həvadarımız var. 2 rəqəmi subscribe bizə yaraşmaz. İnşallah bizi subscribe-larımızı 3 rəqəmi eləyəcək tezliklə və bizə bu ürəyimiz qızacaqdır inşallah və günbə-gün də videolarımızın keyfiyyətin inşallah barı fənlisin, hər bir şeyin çəkəcək yuxarıya. Siz sevən olacaq. Bizə eyni timimiz ki, sədrlədi ilə videolarımız, kanallarımız da gərək yuxarılarda ola və əlbəttə ərz elədim sizin köməkliğinizlə, dəstəyinizlə. Bizi yalnız bırakmayın. Yaşasın Azərbaycan, yaşasın Traktun. Hələlik.